İndi Nami müəllim, sizin izləyicilərə son sözünüz nə ola bilər? Mən də uzun zamanda əhalisində xalq sözüm budur ki, istər oğlan istər qız uşaqlarını hər biri karateye qoysun. Çoxşun karateye. Bu yüzden Osman müəllim bir söz deyir. Bəli. Bütün döyüş növlərində bütün döyüş növlərində istəyir boks, kickboks, boks. Hamısının əldən başa zərbə var. Bəli. Zərbə var. Amma çoxşun döyüş növü, yedin döyüş növücü, bir nömrəli döyüş növücü. Bizdə zərbə budur, bax. Başa zərbə yoxdur əldən. Ayaqla başa zərbə var. Ona görə uşaq travma alır. Çünki əllə başa dəyən zərbə uşaq travmatiz alır. Düzdür. 15 dəqiqə uşağın, mən yəni bunu 15 dəqiqə uşağın heç birinin Rusiyada, Yaponiyada, Türkiyədə heç bir boksa girmir. Başa dəyən zərbə heç bir yarışa uşaq girmir. Mən o kadar dostum var. Mən ona söhbət edirəm. İki qardaşdır. Bir baxsa bir çoxşun karısı. Deyirəm ki, İqor, niyə belə? Deyir, qardaş, bizdə deyir, mən deyir 15 qədər hazırlayıram bu uşağı çoxşuna. 15 gün verim qardaşıma. O kickboks hazırlıyor uşaqlara. Bəli. 5 yaşından 15 dəqiqə uşağa başa zərbə olmaz əldə. Yəni bunu yapan alim də deyir, yapan müəllim məşqçiləri deyir. Bunu mən də deyim, bilir ki, olmaz. Başa zərbə olmaz. Yəni sağlam bədəndə sağlam ruhdur. Sağlam idmançı bölmək deməkdə belə. Sağlam idmançı başa tez-tez zərbə alan, travma idmançı sağlam olar. Xeyr, xeyr. Ona görə də uşaqlara məsləhət verirəm ki, karateye çoxşun karateye məşğul olsunlar. Bəli, belə də deyək ki, Nami müəllimin oğlu da Əli. Bəli. Əli də güclü. Yəni Kokshin karate, yəni üzrə Əli çoxşun karate və əlbəttə döyüş qurtar. müəllimdir. Müəllim məşqçisidir. İndi birinci gələcəm 15. İnşallah onu da xəbər eləyin. 15 birinci gələcək, hər birinci olaraq deyim mən gəlsin o oğulları, yəni 50 yaşa birinci gələrsə inşallah 50 yaşa. Uşaqlar, müəllimimizə razısınız? Yaşasın. Azərbaycan. Ay sağ. Var olsun. Var olsun. Var olsun. Var olsun. Yaşasın. Qəşəng.